İndi Azərbaycanda bilirsiniz ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və eyni zamanda İlahiyyat İnstitutu fəaliyyət göstərir. Bu, dünyada bir çox din məktəblərindən fərqlənir və öz üstünlüyünə görə, öz tolerant proqramına görə, belə deyək, təhsil sisteminə görə. Bu, qısa müddətdə həqiqətən də çox böyük bir potensiala sahib olubdur və din sahəsində xüsusən din-dövlət münasibətlərinin inkişafı, ümumiyyətlə mənəvi dəyərlərimizin milli dövlətçilik harmoniyası üzərindən deyək ki, bu müstəvidə inkişafı üçün bu universitetin bir məktəb kimi rolu çox böyükdür, mən hesab edirəm. Həm kadr potensialı baxımından ki, bu kadr yetişdirəcəkdir, yeni kadrlar formalaşacaq bizdə, həm də ümumiyyətlə onun geniş akademik bazası sayəsində dinimizin sağlam şəkildə cəmiyyətimizə çatdırılması, bax, bu çox önəmlidir. Niyə mən o institutun rolunu vurğuladım? Çünki o qeyd etdiyimiz din pərdəsi altında, kənardan, xaricdən bizim insanlarımızın beyninə sızan təhdidlərin qarşısını məhz həmin institutlar almalıdır, alacaqdır. Necə, bayaq mən dedim ki, xaricdə bu təhlükələri yaradan institutlar var. Əməlli başlı akademiyalar var, məktəblər var. Bəli, oturublar, bunlar ancaq bu işlərlə məşğuldurlar. Axı, niyə bizdə də bir müdafiə institutu olmasın? Biz demirəm ki, biz də kiməsə hücum eləyək, filan eləyək. Yəni, belə bir şey varsa, bu da bizdə təbii ki, olmalıdır. Mən hesab edirəm ki, daha da